İlk sifarişim 1 mart tarixi. Ona görə də biz hər il martın 1-i Balibisinin yaşını qeyd edirik. İkinci sifarişim olub 8 mart tarixində 40 cupcake. Səhərə qədər yatmadan o cupcake'ləri bəzəmişəm. İndi 40 cupcake-i bəzəmək mənim üçün 20 dəqiqə, maksimum 25 dəqiqə vaxt sərf eləyərəm ona. Amma onu səhərə kimi yatmadan bəzəmək, çünki hardan başlayacağımı, nə eləyəcəyimi heç bir şəkildə bilmirdim. Sadəcə bilirdim ki, hə, başlamalıyam, amma necə eləməliyəm? Məsələn, sifariş gəlirdi. Bir dəfə Asəf Zeynallıda hansısa bir müəllimin ad günü olmuşdu. Orada tortun üstündə tar kamançı olmalıydı. Heç həyatımda tar kamançı eləməmişəm. Nərmin xanım dedi ki, bəs bu sifarişi götürmüşük. Elə bil, onlar event şirkəti idi, sifarişi götürürdülər, mənə yönləndirirdilər. Mən dedim ki, mən bu sifarişi eləyə bilmərəm, mən heç tar kamançı eləməmişəm. Dedi ki, nə vaxta kimi eləməyəcəksən, bir yerdə eləyəcəksən də. Mən sənə inanıram, sən eləyərsən. Oturdum, şəkər xəmirini aldım əlimə, gecə saat neçəyə kimi baxdım ki, eləyə bilirəmmiş demək. Sonra yadımdadır ki, 5 mərtəbəli bir tort sifarişi gəlmişdi, toy tortu. İndi kiməsə bunu deyəndə öz-özümə deyirəm ki, dəlili idi də. Mən o evdə böyük soyuducu yox, adi bu ev peçləri var ya, onlarda pişirirdim tortları, əl mikseri. Yəni, bu şeyləri eləmək əslində bir növ dəlili idi, amma maraqlısı nə idi? Bu, o qədər həyəcan keçirdirdim ki, o qədər fikrim işdəydi ki, xəstəliyimi unudurdum. Bir neçə ay sonra mən həkimə gedəndə, həkim mənə dedi ki, sənin elə bil həmin dövrdəki problemim ancaq ağciyərlərimdə qalmışdı. Dedi ki, sənin ağciyərlərin sağalır, sən neyinirsən? Mən də başladım deyinməyə ki, bəs mən çox yoruluram, özümə iş qurmuşam, heç bilmirəm, düz eləyirəm, səhv eləyirəm, çox stres eləyirəm filan. Dedi ki, elə sənin sağaldan işindir də, sən özün bilmirsən sadəcə bunu.